Biraz arkaya gel, kurudu bura. Yer biraz buzlu. Aynen var, ne yok Xalaoğlu? Əziz. Sağ ol. Durumu sana yoxdur da. Hal-hazırda Şamaxıya gedirəm. Gəlir. Yellənə gəlir. Xalaoğlu, ayılmısan? Yatmışdın ha yaman. Şamaxının girişidir. Şamaxının girişində məhz Şamaxı Şəhidlər Xiyabanı yerləşir. Yəni xalam oğlu burada olan şəhid qardaşlarımızın biri ilə çiyin-çiyinə döyüşüb. Əliyev Yusif. Allah rəhmət eləsin. Əskəriydi, təxtisi. Evin tək oğlu. Komandir elə bir yaralananda Yusuf qaçıb kömək edib komandira. Qaçan müddətdə şərəfsiz erməni bunu vurub. Snaperçi vardı arada. İndi gülləyə tuş gəlib. Orada da Allah rəhmət eləsin. Özündən gedib. Qardaş salam. Azərbaycan tarixində ən qədim, ən tarixi məscid məhz bu Şamaxı Cümə məscidi hesab edilir. Bir çox illərdə Şamaxıda böyük zəlzələlər olub. Nə qədər zəlzələ olsa da böyükdür, hündürlüyü ilə. Dediyimiz kimi Şamaxı çox qədim tarixi bir yer olduğu üçün burada ümumiyyətlə bir çox qədim qəbirstanlıqlar yerləşir. O zamanlar Şirvan xanı, ağası xanın ailəsinə məxsus olan türbələrdir. 7 dənə belə bir türbə tikilib. Hər birisinin içərisində də ailəsində olan insanlar dəfn edilib. Qəbirlərdir Xalaoğlu. Salam əleykum. Şamaxı bazarının içərisinə gəlmişik. Yaxşıdır, yaxşıdır. 1.50. Banan kilo neçədir burada? Yolumuz bəli, Çuxuryurt, Pirqulu istiqamətindədir. Şamaxının ən turistik kəndləridir. Qar, Şamaxı və qar. Nağaraxana. Kəndin adı deyək. Ay, nə gözəldir. Bilmirəm, yəni maşınla gedə biləcəyik, yoxsa yox, duman da hər tərəfi bürüyüb. Xalaoğlu, bəşə bir qıraqlıq gedəsən qarla. Biraz arkaya gel, kurudu bura. Asfaltı kurudu. Biraz arkaya gel, tam olarak. Yer biraz buzlu. Böyle gelir. Bakın böyle tasavvur edelim. Həqiqətən dəyər. Şamaxı Pirqulu restoranı. Qardaş sağ olsun, belə kabinet verdi bizə. Dedi üzü gölə olsun. Marketdən alınır. Burada pişirməzdir. Belə bir restoran. Yəni burada belə vaxtı maşın sürməkdə qorxuludur. Çünki şaxta olsa maşın yəni sürüşərdi. Yaxşı da yaxşı.
Deməli bu rəsədxana 1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə salınıb. Bəli, Şamaxı özü dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşən bir rayondur. Bu ərazi isə Pirqulu kəndi və bu rəsədxananın yeri isə 1400-1500 metr hündürlükdədir. Burada əsasən bir çox teleskoplar var. Onların vasitəsilə Günəşə, Aya, ulduzlara, o cümlədən bir çox planetlərə baxmaq mümkündür. Nəhayət. O gördüğünüz taşlar, Aha. gölden düşen taşlar, meteorit adlanır. Nə adlanır? Meteorit. Hə, meteoritlər. Hə. Adeten akşamlar təmiz bulutsuz havada dağ yerlərində daha aydın görsənir. Görsüz yana-yana düşür. Bəli, bəli. Hətta üzr istəyirəm çox el arasında buna deyirlər. Kimsə rəhmətə yetdi ulduzu söndürür. Yaxud da deyirlər onu görəndə arzunu dursan yerinə gitti. Bizdə rəsədxanada 6 dənə teleskop var. Onların içərisində ən böyük teleskopumuz var. Onun güzgüsünün diametri 2 metrdir. 2 metrlik teleskop adlanır. O teleskop 1964-cü ildə hissələrlə gətirilib, 66-da quraşdırılıb istifadəyə verilib. Evet. Almanların dünyada ən öndə gedən optik firmaları var. Carl Zeiss Jena firması. Onun istehsal etdiyi teleskopdur. Bu da onun köhnə idarəetmə punktudur. Bu sertifikatlar isə onu göstərir ki, səmada çoxlu kiçik planetlər kəşf olunur və Beynəlxalq Astronomiya Cəmiyyəti tərəfindən təltif olunur bizim dahi alimlərimizin, şairlərimizin adına. Azərbaycan Respublikamızın adını daşıyan səmada kiçik planet var. Bu onun şəhadətnaməsidir, sertifikatı. Maşallah. Bu da səmada yerləşdiyi nöqtədir, bu onun nömrəsidir. 2698 nömrəli asteroid Azərbaycanın adını daşıyır. Yəni dünyada belə də tanıyırlar və bu nömrəli asteroidi ikinci bir şəxsə verə də bilməzlər, çünki patentləşir o adı. Aydın. Dahi şairimiz Nizami Gəncənin adına kiçik planet kəşf oluna verilib. Dahi şairimiz yazıçımız Hüseyn Cavidin adına verilib. Dahi alimimiz Nəsrəddin Tusinin adına kiçik planet kəşf oluna verilib. Bu teleskopu isə bizdə ilk teleskop olub, hələ rəsədxana yaranmamışdan əvvəl 53-cü illərdə alimlərimiz ilk müşahidəni hesablamaları teleskopla apardılar. Bura muzey hissəsidir. Ona görə də burada Birinci mərtəbəsi muzeydir, bu rəsədxanaya aid olan muzeydir də. Yəni Bəli, bəli. rəsədxana özünün yaratdığı muzeydir. İkinci mərtəbəsi iclas zalıdır, konferans zalı. Burada beynəlxalq tədbirlər keçirilir, konferanslar keçirilir, özümüz alimlərimiz gördüyü işlər haqqında seminarlar keçirilir. bəs o teleskoplardan istifadə etmək üçün hara getmək lazımdır? Teleskopların binası aşağıdadır. O axşam Axşam hava təmiz olanda qonaqlar yığılır həmin o polislərin yanına. Biz onlara saatlar deyirik, gəlməmiş qabaqdan saatları deyirik. O həmin saatlarda yığılırlar. Qrup şəklində olur, sonra oradan gedirik, bura daha bağlanır axşam. Oradan gedirik, teleskopları göstərir. oranın qiyməti nə qədərdir? Orada teleskop. Muzeyi bir nəfər üçün 3 manatdır. Teleskopla baxmaq bir nəfər üçün 8 manat. Ərazi 33 hektardır. Aydın. Bu teleskopları görürsünüz. Biri budur, biri binanın o qırağındadır. 4 dənə də ayrı-ayrı onun binası vardı ərazi. Birində qonaqlara göstərir axşamlar. Qonaqlar üçün ayrılıb. Digər 5-ində ora girməyə də icazə yoxdur. Orada elmi işlər gedir. Aydın. Alimlər özləri işləyirlər. Buranın 150 işçisi var. Onun 75-i alimlərdir. Burada daimi yaşayan alimlər şəhərcik var da. Biz burada yaşayırıq, burada da işləyirik. Bura bizim idarəmizdir, binanın. Xaricdən də var alimlər. Xaricdən gəlirlər, komandirovka kimi bizim alimlərlə işləyirlər. Sağ ol. Sağ ol. Müşfiq qədər sağ ol. Oldu, yaxşı yox. Hə, Şamaxıya gedirik. Gəlsiz, gəlin aparaq. Gəlin, xoşdur, gəlin. Təsəvvür eləməzdim ki, dayı, bura belə qardır. Bura qar, indi əriyib. Gün oranı yox, buranı vurur. Orada Qarı müsaf kimi. Rahat getməyə. dayı siz